Salam əziz və dəyərli izləyicilərim. Bugün bu videonu bütün Rusiyada yaşayan Azərbaycanlılar üçün çəkirəm. Deyirəm ki, baxın mən bugün Zara'dan geyinmişəm. Çox vaxtı suallar gəlir ki, Məryəm xanım, Rusiyada hardan alırsınız paltarlarınızı? Necə gözəl stillə geyinirsiniz? Mənim əzizlərim, o gözəl görən gözlərinizə quzu kəsərəm elə sizin. Sizin gözünüz gözəl görür, ürəyiniz gözəldir. Amma soruşsanız, mən Rusiyada Zara'dan geyinirəm. Azərbaycanda bilirsiniz, səhifəmdə var. X atdan xət, Arzu atdan xət moda, oradan geyinirəm. Türkiyədən gəlmə paltarlardır. Rusiyada isə dediyim kimi istər ayaqqabım olsun, istəyir çantam olsun, istəyir hər cürə paltarlarımı Zara'dan çox sevirəm. Siz də əldə edə bilərsiniz. Amma bugünkü çıxışım başqa bir şeydir, başqa bir mənadadır, başqa bir mövzudadır. Əgər istəyirsinizsə ki, sizin reklamlarınızı edim, Rusiyanın hansı şəhərində olursunuzsa olun, istər şuba olsun, istər paltar olsun, geyimlər olsun, idman stili olsun, klassika olsun, qızıllar olsun, bijuteriyalar olsun, şirniyyat mağazalarınız olsun, kosmetologiya olsun, salonlarınız olsun, hansını olsa reklamınızı mənə həvalə edə bilərsiniz, əzizlərim. Əgər istəyirsinizsə ki, minlərlə baxışlar olsun ki, girib YouTube səhifəmə, TikTok səhifəmə baxa bilərsiniz ki, neçə minlərlə takibim var. Maşallah olsun, minlərlə, hətta milyonlarla baxışı olan videolarım var. İstəyirsinizsə buyurub mənə müraciət eləyə bilərsiniz. Nömrəmi videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Yazarsınız. Ancaq Rusiyada olanlar mənə müraciət eləyə bilər. Düzdür, Bakıdan, Azərbaycandan olan reklamları onsuz da edirəm. Rusiyadakilər amma bilmir çoxsa, ona görə çəkdim bu videonu. Nömrəni tələffüz etdiyim kimi yaddaşa salın, heç bir əlavələr eləməyin əzizlərim. Üstə gələk 7 901 288 26 94. Əzizlərim, nömrəni olduğu kimi yaddaşa salırsınız. Əgər yenə də deyirəm, məsləhət bilirsinizsə ki, Bakıda etdiyim reklamları ki, mən ucuz reklamlara heç vaxt getmirəm. Harada brend varsa o reklamları eləyirəm əzizlərim. Sizlər də reklam edə bilərəm və bütün Azərbaycanlıları sizin mağazanıza səsləyə bilərəm. Məsləhət bilirsinizsə, buyura bilərsiniz. Şükürlərinizi çox edin, bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.